Əsəbini günahlandırmaq. Bu sənin xarakterin deyil. Müəyyən bir zamanlarda, müəyyən situasiya daxilində hisslərimizi idarə edə bilməyib əsəb patlaması yaşayırıq. Bunun bir çox səbəbləri var əslində. Zamanında deyə bilmədiyimiz, büruzə verə bilmədiyimiz həmin o duyğularımız müəyyən bir zaman daxilində onlar hamısı bir-bir toplanır, bizim daxilimizdə qalır. Və situasiya daxilində də kiçik bir şey olsa belə kifayət edir sənin partlamana. Bunun həll yoluna gəldikdə isə özünü ifadə et. Hisslərini özünə dürüst şəkildə ifadə et və bununla da onu vərəqdə yaza bilərsən. Növbəti stress texnikalarıdır. Burada birmənalı şəkildə nəfəs texnikaları var və bundan əlavə isə qısa meditasiya şəklində sən öz stressini idarə edə bilərsən. Daha sonra isə psixoterapiya yolu ilə və son olaraq da gündəlik həyatında stresli olduğun anlarda bir özünə dur deyib bir neçə dəqiqə fasilə verərək özünə gəldikdən sonra gününə davam edə bilərsən. Öz sağlamlığının qeydinə qal.